Gənc nazir, bu da sizə gənc nazir, Emin Əmrullah təhsil naziri. Qardaş, 6 mayda elektron sistem açıldı ki, uşaqları məktəbə qəbulunu, sənədlərini yerləşdirəsiniz. Yerləşdirirsən, deyir ki, Azərişığın abunə kodunu oraya yaz. Yazırsan, əgər adlar üst-üstə düşmürsə, deyir ki, qohumluq əlaqəsina dair sənədi gün ərzində yerləşdirin. Fərzi misal, bu da mənim xalam oğlunun adınadır. Yaxşı, xalaoğlu olduğuna dair rəsmi kağızı hardan verirlər? Asaq xidmətdənmi? Belə bir sənəd var ümumiyyətlə. Xalamın əvnisi də əvəzdir, dəxli var heç. Qardaş, qohumluq əlaqəsini mən necə tapacam, necə araşdırıb onun sənədini alacam? Olmayan sənədi Təhsil Nazirliyi niyə istəyirsən axı? 2 dənə də mətbuat xidmətində oturub orada Səbuhi və Firuzə xanım. Qəbullarını ümumiyyətlə düşmüyormuş. Jurnalist birdən bunlara sual verər. Allahın elə bir xalası uşaqlardır. Birdən bunlara jurnalist sual versə reputasiyası düşər aşağı. Ümumiyyətlə bu sənədləşmə nə üçündür onu da bilmirəm. Evin yanındakı məktəbə qoya bilməyib şəhərə mi aparacam uşağı? Başqa şəhərə mi gedəcəm onu da bilmirəm. Yoxsa nəyəsə açıq qapı qoyurlar. Tam açıq danışmaq lazımdır. Rüşvət üçün açıq qapıdırsa desinlər ki, qardaş get o filan kəsi gör. Düzüb qoşacaq. Budursa deyin ki, qardaş budur da. Mən evimin yanında ümumi təhsil məktəb, orta məktəb, nə wow bir təhsil olmayan Azərbaycanın, nə wow bir məktəbi deyil, nə xarici təhsil deyil, nə başqa bir xarici sektor deyil. Azərbaycan dilində standart dövlət məktəbi, ona da qoymaq üçün naz eləyirlər, hələ bir sənə də imtina verirlər. Ah, yaşa Azərbaycan, yaşa.